Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Saat Meydanı İstirahət Mərkəzində Ali Təhsil Ocağının tarixində sadəcə 55-ci məzun günü keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib, dövlət himni səsləndirildi. Tədbir universitet tələbələrinin paradı ilə başlayıb. Sizin gününüzdür. Bunun ab-havası gənclərin məhz simasından çox bəlli olur. Gənclər o qədər sevincli, o qədər möhtəşəmdirlər ki, biz burada onların nə qədər əyləndiyini həqiqətən onların üzərindən görə bilərik. 5 yılım geçti burada. Çok memnunum Azerbaycan'dan. Naxçıvan'dan çok memnunum. İnsanlar olsun, üniversitesi, eğitimi her konuda çok iyiler. Bundan dolayı benden sonra da buraya gelmek isteyen, buraları soran bütün arkadaşlarıma, kardeşlerime, dostlarıma, herkese tavsiye ediyorum. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətindən bəhs edib. Məzunları təbrik edən rektor qeyd edib ki, yarım əsrdən çox yaşı olan Naxçıvan Dövlət Universiteti zəngin inkişaf yolu keçib. 1967-ci ildə cəmi 3 ixtisas, 102 tələbə ilə fəaliyyətə başlayan Ali Təhsil Ocağı bugün kampuslu universitet olaraq 108 hektarlıq ərazidə 10 fakültə, 45 kafedra, 524 nəfərlik professor müəllim heyəti, 12 minə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin nəzdində 3 kollec, 1 beynəlxalq Cambridge məktəbi və 1 ingilis dilli təmayüllü gimnaziya, 2 tədqiqat institutu, 1 rəsədxana var. Müasir tipli və çox profilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi Muxtar Respublikada yeganə universitet olaraq 4 istiqamətdə 250-yə yaxın proqram üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Tələbələrin qazandığı uğurların universitetin inkişaf strategiyasının ən böyük göstəricisi olduğunu qeyd edən rektor, məzunlara yüksək ixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar olacaqlarına əminliyini ifadə edib. Çox şadıq ki, biz bu yolda sizlərlə bərabər irəliləyirik. Ölkə başçısının müəyyənləşdirdiyi strateji inkişaf xəttində təhsil işçiləri olaraq, universitet olaraq addımlamaq, dövlətimizi daha parlaq sabahlara, müstəqilliyimizi daha əbədi günlərə daşımaq kimi böyük bir missiyanı üzərimizdə daşımağın şərəfini yaşayırıq. Naxçıvan Dövlət Universitetinin nəzdindəki Musiqi Kollecinin təqdimatında Ateşi adlı rəqs nömrəsi nümayiş olunub. Böyük əhval-ruhiyyə ilə davam edən tədbirdə Naxçıvan Dövlət Universitetinin Alabanda rock qrupunun ifası səslənib. Bakıdan dəvət olmuş Mardan qrupu tədbirə xüsusi rəng qatıb. Təhsil müddətində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan və xüsusi fəallığı ilə seçilən məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Sonda məzunların möhtəşəm atəşfəşanlığı olub. Səbinə İlxan qızı, Atabey Səyyad, Rahid Babayev, NTV Xəbər.